Azərbaycan-Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi 2 dəfə sürətləndirilir. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilir. Məlumatda bildirilir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhəd keçmə prosesinin sürətləndirilməsi, tranzit imkanlarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirilir. Bu məqsədlə Azərbaycan və Gürcüstan dəmir yolu administrasiyalarının, eləcə də aidiyyatı dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyükəsik stansiyasında görüş keçirilib. Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub. Azərbaycan-Gürcüstan sərhədində yük qatarlarının keçid prosesi, vaxt itkisinə səbəb olan amillər və sərhəd keçmə müddətinin azaldılması imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və orta dəhlizin rəqabət qabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Əsas mövzulardan biri də rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi olub. Azərbaycan Dəmir Yolları və Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları ətraflı müzakirə edilib. Aidiyyatı dövlət qurumlarının, o cümlədən gömrük idarələrinin informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub. Bakı-Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması məqsədi ilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanla Gürcüstan arasında yük daşımaların səmərəliliyinin artırılması və orta dəhlizin tranzit imkanlarının gücləndirilməsi məqsədi ilə ayrıca işçi görüş də keçirilib. Görüşdə Azərbaycan dəmir yollarına məxsus elektrik lokomotivlərinin Böyükəsik-Tbilisi Böyükəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işlənməsinin təşkili barədə qərar qəbul edilib. Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması barədə yeni yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıblar. Yeni yanaşmaya əsasən əvvəllər həm Böyükəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan-Gürcüstan istiqaməti üzrə yalnız Böyükəsik stansiyası, Gürcüstan-Azərbaycan istiqamətində isə Tbilisi Qovşaq stansiyasında həyata keçirilməsi nəzərdə tutulur. Bu optimallaşdırma sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin 2 dəfə azaldırmasına imkan verəcək. Artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.